Hamıya salam dostlar, mən Nadir. Bugün sizə yeni hesabla, yeni videoyla sizin qarşınızdayım. Çoxdan da Free Fire videosu gəlmirdi, real biznes videosu gəlirdi. Bilirsiniz ki, video paylaşmağın vaxtı gəlib çatmışdı ki, real biznesdən də eyni vaxtda, yəni bir real biznes videosu atacağım, bir də çalışacağım Free Fire videosu atım. Bugün dostlar, videonun konspekti ondan ibarətdir ki, hesab tanıtımı, yəni yeni hesabımın tanıtımı. Necə bir hesabdır yorumlara yazarsınız. Nəysə, çox uzatmadan keçək kasaya. Burada gördüyünüz kimi yaşıl kanunsuz var. Sonra bu bir ara atölyəyə gətirmişlər, bir ara etkinliyə gətirmişlər. Nəysə, burada gördüyünüz kimi bir rəng dəyişən paltar var. Yəni kasklar bunlardır. Bir də dostlar, bir dəqiqəlik video saxlayıram. Real biznes haqqında, yəni qısa bir fraqment. Yəni dostlar, heç bir pul yatırım eləmədən yorumdakı paylaşdığım linkdən qeydiyyatdan keçirərək 5 dollarlıq bina əldə edə bilərsiniz. Bu qədər. So, bu da qəşəng paltardır. Bu mən hələ də yadımdadır. Bunun dəyəri çoxdur. O vaxtı gəlmişdi, o 5 daş olanlardı. Onlar həmişə gec çıxan bir şeylərdir. Maskalarda burada saqqal var. Bu var, bu var, bu var, bu var. Sonra bunlar var. Ya, maskalar da çox yaxşı. Sonra bu maskada son maskasıdır. Sonra saqqal. Maskalar belə də, yəni idarə edə biləcək səviyyədə. Bu 5-2 alana qədər 7-3 alsaydı çox yaxşı olardı. Burada da ki bunlar. Burada da gördüyünüz kimi koftalardır. Mavi bədən. Sonra haydut set var. Sonra bu dediyim, yəni bu dəyəri kofta var. Sonra bu var, rəng dəyişən paltar var. Sonra bir dənə özəlləşdirmə paltarı, 2 dənə, 3, 4, 5, hətta 6 dənə bütün özəlləşdirmə paltarları bu hesabda var. Yəni çox səviyyə bir şeydir. Yəni bütün rəng dəyişən paltar o da deməkdir ki, məsələn 447 kasan varsa 453 kimi, 53 və yaxud da 59 kimi də sayıla bilər. Çünki orada bir dənə özəlləşdirmə paltarın 3 dənə paltarı olur. 18 dənədir elə bir. Nəysə, bunlar belədir. Kasası belə də çox old kasalar falan da var, yəni pis deyil. Böyle görürsün, aşağı get. Burada da belə. Şalvarlarda isə bu nə şalvardı? Moto da deyəsən, hə, moto. Sonra bu da yaxşı şalvardı. Bundan çox kombin qurmaq olur. Qara şalvar bildiyiniz kimi. Sonra bunlar var. Sonra bunlardır. Bu nədir? Bu özəlləşdirmə olan paltar olandır. Bir dənə indirin, baxın, görüm hamısını indirəcək, göstərim sizə özəlləşdirmə paltarı. 430 da indirək. Onun açıqsına bax. Burada yəni özəlləşdirə basanda, yəni göstərir. Gördüyünüz kimi burada məsələn bir dənə dest var. Özə promoy desti ilə bir yerdə verir. Burada da ki, özə qaçış silah götürmə belə, arxadan gətirmə belə. Hamısını göstərir. Yeton kutusu da ki, yəni belə bir sözlə rəng dəyişən paltara oxşar bir şeylərdir də, yəni prosta elə bir rəng dəyişənin yerini verməsə də, amma yaxşı bir şeydir. Yəni plusda hesabda 6 dənədir. Bunun 6 dənəsi elə bir 2 dənə rəng dəyişən paltara da, yəni eşit ola bilər də, yəni elə bir şeydir. Şalvarlar da ki, yəni çoxdur, belə şortik falan, ayaqqabılar da ki, ağ ayaqqabı var, bu göy ayaqqabıdan var, sonra bu var, bu var. Bu nə yəni, hə, bu bunun ayaqqabısıdır. Sonra bunlardır. Plus da ki, yəni bunlar da yəni sarı paltar kimi görsənir də, bu özəlləşdirmə paltarları. Burada görürsünüz 2 set açıqdır. Gördünüz burada belə. Bu nə deyir? Yəni 2 setə aid bir şeydir. Nəysə, ifadələrdə gəlirsiniz ki, rəng dəyişən paltar var. Sonra bu AK-7 seviyə, ürək, bayraq, taxt, gül. Yəni hərəkətlər çox yaxşı. Sonra 2 dənə də qrupa gəlmə ifadəsi. Bir rəng dəyişənin
Bu da ki buludun üstündə gəlir. Burada da Skyler'in özel olan var. Sonra koleksiyonlar da ki bunlardır. Heç kim onlara fikir vermir ama bir dənə mən həmişə fikir verirəm onlara. Burada özelleştirme yoktu ama burada özelleştirilmiş McLaren var. Sonra profildeki budur. Bunu koymaq olar. Atölye. Sonra bunlarda 27-47 ev ıslahı. 27 kullan. 60 hissi. Gördüğünüz kimi buralar açılıb. Gözüm bir indirim görün bu nə olan şeydir. Aha bu gördüğünüz kimi qaçışı bu belə göstərir. Arkasından toz çıxır da göyə. Arkasından deyəndə yəni ayağı. Bu da silahı özü belə gətirəndə bu işarə göstərir. Yəni çox dediyim kimi də yəni onun elə bir ki ya ayaqqabısından ya məsəl açıqsını taxmışam da gördüyünüz kimi açıqı görürsüz. Bu bir şeydir. Açıqsını taxırsınız. Yəni onun nə özəllikləri varsa, yəni göstərir. Amma paputu bir dənə kombin qurmuşuq. Çox əla düşüb ha. Ləzzət elədi. İndi isə dostlar silahlarına keçək. Silahlarını gördüyünüz kimi M4A1 silah desenləri bunlardır. Yəni en güçlüləri olması da yəni səviyyə desenləri var. AK-də onsuz dərsiz ola bilməz. 7 seviyə və bəzi AK-lər də var ki pis deyil. M14 yəni anonslu M14 isə kifayət idarə eləyir. Scar Megalodon 7 seviyə elə bəs eləyir. Bu da var elə. Sonra Groza'dakı Atölye də var. Bu da var. Famas elə 4 seviyə. Yəni bəs eləyir. Sonra XM8 budur. XM8 şarjör lazım olmur amma yenə də vasatın üstü də belə deyək. 94 də pis deyil. AUG-dakı atış hızı 2-dirsə yaxşıdır. Parafal da atış hızı bir isabət ki pis deyil. Yəni anonslu silahları çoxdur da hesabın. SVD-nin də anonslusu var. Ağac kakanın yoxdur deyəsən. Sonra 2 dənədir özü. Bir belədir, biri belə. Atış hızı 1. Məncə bu daha yaxşıdır. 200 baxımından da yaxşıdır. Hər şey. Sonra M60'ın da anonslusu var. Sonra UMP budur. MP5 bunlardır. MP40 bu da var. Bu da elə bir göy MP40 kimi. Göy MP40'dır, qırmızı MP40. 2 dənə qəşəng MP40. Sonra Thompson'dakı Evo. Bu da var elə. Bunlar əvvəl bunlar dəyəri daxil. Bunlar necə deyim, şans tomatla gəlmişdi. İndi elə bir hesabda olanda elə bir ki, dəyəri yoxmuş kimi bir şeydir. Burada da görürsünüz kimi 700 pompalı, spas var. M1887 pis deyil. Yəni çox silah anonslu var, anonsludur. Yəni çox silah anonsludur. AVM'si Kar 98. Bu da M24 də gətirdilər də. Amma burada elə bir ki Kar 98 M24-dən daha güclüdür də. Yəni bu çox pisdir də. Yəni M24 biraz elə bir ki işlədilmə xüsusiyyəti çox fərqlidir. Amma PUBG-də elə deyil. Mənim PUBG hesabımda var. Yəni paylaşım, yəni içində minusu da var. Yəni pul zat da vurmuşam elə. Amma nəysə paylaşmıram ki, bir də kim deyir PUBG çəkən. Free Fire güclə çəkirəm. Qaldı ki PUBG. Katanası budur. Yumruq da ki bir dənə göy. El bombalar. Düz 40 dənə buzu var hesabın. 40 dənə. Nə çox, nə az. 40 dənə. Yəqin ki bu günlüklərini onsuz saymaz. Məncə saydığından. Düz 40 dənə buz var. Belə. Diğer elində də ki M79'u da belə anonsludur ya. Bu hardan olub o? Bu əlimdə saxlayayım, elə salamatı budur. Hə, indi profili göstərək. Ağzılı Xəlil gələcək, yəqin ki. Oy, naxadadın yazın. Ya Xəlil yazın nəsə. Burada da ki, bunlardır. Mən yəni oyuna çox girmirəm dostlar.
Yəni, vaxt olmurdu. Yəni video çəkməyim hələ böyük bir şeydir ki, kanala nəsə video atım. Kanaldan yəni dostlar ümidimi üzmüşəm necə. Yəni pul qazanmağa mən axot yoxdur ki, video paylaşım 4000 saat yığım pul qazanım. Sadəcə video paylaşıram ki, yəni necə deyim, kanal aktivliyini itirməsin. Ən azından bir nəysə bir paylaşanda bir ən azı bir 50 nəfərim olsun ki, nəysə buna gedim bir şey edeyim. Nəysə dostlar video bu qədər. Videonu bura qədər izləyənlər yoruma Michael yazsın. Yəni yoruma 5 dollarlıq, yəni real biznesin də linkini qoyacağam. Yəni bu qədər. Kanala abunə olub video like atmağı unutmayın. Sağ olun, salamat.